Müraciət belədir ki, əvvəllər məndə hər şey yaxşı idi. Normal şəkildə əlaqədə olurdum, normal gücüm, enerjim qaydasındaydı, özümə inamım yüksək idi. Amma son zamanlar, təxminən bir ildir, 2 ildir, məndə günü-gündən zəifləmə gedir və hal-hazırki vəziyyətdə ümumi olaraq demək olar heç nə yoxdur. Əvvəllər normal əlaqədə olurdum, uzun müddətdir, dəfələrlə olurdumsa, indi bir dəfə belə normal şəkildə ola bilmirəm və əlaqə müddəti qısa çəkir. Dostlar, bu tip problemlərin yaranmasının əsas səbəbi müəyyən bir yaşdan sonra, xüsusən də 35-40 yaşından sonra kişi orqanizmin xüsusi qayğıya ehtiyac duymasıdır. Yəni bədəni biz müəyyən bu keçən müddət ərzində lazımi şəkildə qidalandırmasaq, lazımi şəkildə sinir sistemi fəaliyyətini normallaşdırmasaq, əlbəttə ki, günü-gündən cinsiyyət sistemi də zəifləyəcək, ümumi durum da zəifləyəcək və kişi özünü gümrahlıqdan kənar zəif hiss edəcək. Bu tip problemləri aradan qaldırmaq üçün də və belə şeylə yaşamağı istəmirsinizsə, daxil olan səhifəyə nömrəmizlə əlaqə saxlayın, danışaq, sizə xüsusi təbii məhsulları, qidalar təyin edək ki, siz də öz sağlamlığınızı bərpa edəsiniz.